bu gizlində nəsihət etməyin fəziləti haqqında da hədislər çoxdur. Və qala ba'du uləmə limən ya'muru bil ma'ruf. Alimlərdən biri yaxşılığı əmr edən insana belə demişdir. İctəhid ən təstural usah. Günahkarları örtməyə çalış. Fə innə zuhura avratihim vahanun fil İslam. Çünki onların ayıblarının, günahlarının ortaya çıxması, yayılması İslamın zəifləməsidir. Və əhəqqu şeyin bis-sitri əl-avra. Və örtülməyə ən layiq olan, haqqı olan bir şeydə o da övrətdir, yəni ayıb yeridir. Və fəlihədə kənə işa'atul fahişə muqtaranatun bit-ta'yir. Və buna görə də çirkin, fuhuş əməlləri yaymaq, ayıblamaqla yanaşıdır. Və humə min xisalil fuccar. Yəni bunu yaymaq facirlərin xislətlərindəndir. Və li'annəl facir la gharad lahu fi zawali mafad. Çünki facir insanın, münafiq insanın fəsadın aradan qalxma məqsədi yoxdur. Və la fi ictinabil mu'minil ma'ay və naqais. Və həmçinin məqsədi yoxdur ki, mömin insan bu çirkabdan təmizlənsin, uzaq olsun. Və innəmə qaraduhu fi mücərrədi işa'atil ayb fi axihil mu'min. Onun məqsədi yalnız mömin qardaşı haqqında olan eybi, günahı yaymasıdır və onun irzini yırtmasıdır. Fəhuvə yu'idu zəlikə və yubdi. Və o təkrar onu qaytararaq aşkara çıxardır. Və məqsuduhu tanaqqusu axihil mu'min. Və onun məqsədi müsəlman qardaşını, mömin qardaşını aşağılamaqdır. Fi izhari uyubihi və məsavihi linnəs. Onun pisliklərini, eyiblərini insanlar arasında izhar etməklə, yaymaqla liyudxilə aleyh bidəlikə darar fid dünya. Bununla məqsədi nədir? Onun dünyasına zərər vurmaqdır. Və əmmən nasihu fəqaraduhu bidəlikə izələtu aybi axihil mu'min bictinabihi ləhu. Amma nəsiyyət edənə gəldikdə isə, əslində nəsiyyət sözü nasaha xeyir istəməkdir. Nasaha, nasihə, iradətul xeyri lil qeyri. Nə deməkdir? Nəsihət insanın başqasına xeyir istəməsidir. Deməli, nəsihət edən insan, başqasına xeyir istəyən insanın məqsədi qardaşının eybinin aradan qalxmasıdır. İstəyir ki, o qardaşı o eybdən, günahdan uzaq olsun. Və bidəlikə vasafallahu teala rasulahu fəqal. Və Allah Teala Rasulunu da belə vəsf etmişdir. Laqad ca'akum rasulun min anfusikum. Tövbə surəsində. Artıq sizin özünüzdən sizə bir rasul gəldi. Azizun aleyhi ma anittum. Yəni sizin məşəqqətə, çətinliyə düşməyiniz ona ağır gəlir. Harisun aleykum və o sizin üçün çox xeyir istəyir. Yəni haris söz ərəb dilində yəni çox istəməkdir. Yəni Peyğəmbər sallallahu yəni ümməti üçün çox xeyir istəyirdi. Və həmçinin möminlərə qarşı da çox şəfqətli və rəhimlidir.